Rəhman və Rəhim olan Allahın adıyla. Bəqərə surəsi 32-ci ayə. Əuzu billah, bismillah. Qalu dedilər. Burada vav onları bildirir, cəm halı. Yəni qalu onlar dedilər. Subhanəkə. Subhanəkə, kə burada sənsən. Subhan pak deməkdir. Yəni onlar dedilər, sən paksan. Qalu subhanəkə. La ilmə. La inkar deməkdir. İlmə yəni bilmək deməkdir. Lənə yəni lənə bizim üçün. Yəni belə deyək, la ilmə yoxdur elm bizim üçün. Dəqiq tərcümə etsə belə olur. Yoxdur elm bizim üçün illə başqa mə o şey ki alləmtənə. Alləmtənə yəni bizə öyrətdin. Yəni bizə öyrətdiyin bir şeydən başqa bizim üçün elm yoxdur. Başqa dillə desək, sənin bizə öyrətdiklərindən başqa heç bir şey bilmirik də deyə bilərik. Sonra innəkə. İnnəkə yəni innə həqiqətən kə sən deməkdir. Həqiqətən sən əntə bir daha səni bildirir. Yəni sən innəkə kə burada bitişik şəxs əvəzlikdir. Əntə ayrı yazılan şəxs əvəzlidir. Əl-alim. Əl-alim yəni bilən, bilmək. Əl-alim burada əntə yəni sən bilməni, sən bilirsən kimi gedir burada. Sən bilənsən, sən bilənsən daha düz olur. Bəli, sən bilənsən. Əl-həkim yəni hikmət sahibisən. Yəni həqiqətən sənsən bilən. Həqiqətən sənsən bilən, hikmət sahibisən. Ümumi tərcümə də belə olur ki, onlar dedilər, sən paksan. Biz sənin bizə öyrətdiklərindən başqa bir şey bilmirik. Həqiqətən sən hikmət sahibi və bilənsən. Bəzi nöqtələrə diqqət edək. İblis və mələklər hər biri bir cəhətdən özünü Adəmdən üstün bilirdilər. İblis xilqət baxımından, mələklər isə ibadət baxımından özlərini Adəmdən üstün sayırdılar. Amma İblis Allahın insana səcdə əmri qarşısında itaətsizlik göstərdi. Mələklər isə həqiqəti bildiklərindən üzr istəyib, cəhalətlərini etiraf etdilər. Necə ki, qeyd olunub ayədə, Subhanəkə la ilmə lənə. Bildirişlər. Birinci odur ki, elmsiz suala görə üzr istəmək bir dəyərdir. Subhanəkə ayədə qeyd olunduğu kimi. İkinci odur ki, üstünlük istəyi və özünü böyük bilmək tənzimləməlidir. Yəni, üstünlük istəyi və özünü böyük bilmək tənzimlənməlidir. Nusabbihu və nuqaddisu deyənlər ondan əvvəlki ayədə la ilmə lənə söylədilər. Üçüncü budur ki, öz cəhalətimizi etiraf edək. La ilmə lənə. Yoxdur elm bizim üçün. Yəni ayədə qeyd olunduğu kimi, necə ki, mələklər ən ali ədəbi nümayişə qoydular. Subhanəkə la ilmə lənə əlləmtənə innəkə əntəl alimul həkim sözləri ədəb nişanəsidir. Dördüncüsü, mələklərin elmi məhduddur. La ilmə lənə. Beşinci, Allahın elmi zatidir. Sonradan əldə olunmuş deyil.
İnneke entel alim. Başkalarının elmi ise iktisabi, yani kazanılmış elimdir. Allemtene. Altıncısı, alemdeki işleri tesadüfi bilmeyek. Entel alimul hakim. Yani sen elimli, hikmet sahibi. Allah bizim imanımızı kamil etsin ve inşallah biz de öz səhvimizi kabul edək ve her zaman tövbe edenlerden olak. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.